Ağdərə və Xocalının daha bir qrup sakini dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramını doğma yurtlarında qeyd edəcəklər. Bu mərhələdə Ağdərənin Həsənrız kəndinə 54, İkiolaq kəndinə 31, Vəngli kəndinə 14 nəfər qayıdıb. Xocalının Badara kəndinə 15, Daşbulaq kəndinə isə 4 ailə qayıdıb. Sakinlərə evlərinin açarları təqdim edilib. Vallahi hər bir qaşqına bu günü qismət eləsin. Allah dövlətimizin başçısını qorusun. Şəhidlərimiz Allah rəhmət eləsin. Qazilərimizi sağlasın ki, bu günü bizə yaşatdılar. Biz də sevindik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin canını sağ eləsin. Ordumuzu qorusun, dövlətimizi qorusun. İnşallah qayıdırıq biz Xocalının Badara kəndinə, öz dədə-baba torpaqlarımıza. Bunun üçün də Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza güc versin ki, bizi doğma torpaqlarımızı düşmənin tapdağından azad elədi. Hal-hazırda gedirik orada yaşayaq, məskunlaşaq. Hisslər o sözlə ifadə olunası bir hisslər deyil. Çox gözəl hisslərdir. Biz bu günü illər boyu gözləmişik. Bu həsrətlə yaşamışıq.